Məni o gecə telefon zəngi oyatdı. Dostum titrək bir səslə, Olcaz, Bakıya tanklar girib, insanları əzirlər, dərhal gəl dedi. Bu, Bəxtiyar Vahabzadənin səsi idi. O gecə isə 20 yanvar gecəsi idi. Söhbət Olcaz Süleymanovdan gedir. O gecə təkcə Bakı yox, ədalət də gülələndi. Həmən vaxt 39 dərəcə qızdırma ilə yatan görkəmli Qazax yarışçısı Olcaz Süleymanov Bəxtiyar Vahabzadəyə bu barədə heç nə demədən dərhal Bakıya gəldi. O 20 yanvar hadisələrini tarixin qara səhifəsi adlandırdı və tanklara, qorxuya yox, susqunluğa yox dedi. Yazıcı təkcə yazmadı, mövqeyə çevrildi. O ədəbiyyatda az və ya ilə sözün yaddaşını oyatdı. Şümernamə ilə türkün səsini min illiklərə apardı. Söz onun üçün bəzək yox, məsuliyyət idi. Amma o təkcə kitab yazmadı. Nevada Semipalatinsklə torpağı, insanı, gələcəyi müdafiə etdi. Atom sınaqlarına qarşı qalxan səs oldu. Aralın, çöllərin susuzluğunun ağrısını dünya eşitdi. Olcaz Süleymanov Türk dünyası üçün körpü oldu. Dillər arasında, tarixlər arasında və xalqlar arasında. O sübut elədi ki, Türk mədəniyyəti keçmiş deyil, dərinlikdir. Dərin olan isə heç vaxtı yox olmur. 20 yanvar gecəsi o sadəcə olaraq telefon dəstəyini qaldırmadı. Həmən gecə Türkə dəstək verdi. Tarix kənardan baxmadı, içimizdən danışdı. Olcaz Süleymanov oxumaq lazımdır.